Salam dostlar. Dostlar, bugün ben yine bağçadayım. Bağçamdaki güzelliklerden yine size çekip paylaşmak istəyirəm. Baxın, papatyalarım necə gözəl rənglənib, necə gözəl açıb. Hamısı maşallah. Sardunyalarımdır. Bu da gülünbahar çiçəklərim. Burada belə bir gözəllik var. Qazaniya rənginə baxın dostlar, necə gözəldir. Bunun rəngi bir başqadır. Baxın, içi. Bunun rənginin içi bir başqadır. Baxın. Çok güzeldiler. Bu da sardunyamdı. Maşallah açır. Bakın dostlar, ilbis. Görürsünüz. Yiyir dostlar. Balaqlayıb. Çoxdur. Yiyir. Kazaniyalarımdı. Maşallah maşallah. Bu da kırmızı kızım. Kırmızı. Kırmızı rengi çok güzeldi. Kırmızı da öyle bile kırmızıdan biraz tünt rengi olur ya dostlar. Prost kamerada beləncik çıxmır. Çok güzel renkli. Bunda da tomurcuq var. Bu da çox qəşəng renkli. İnşallah çıxacaq. Nanələrimdir, nanələrim. Belki qıraq aparaq salatıya. Bu da boyanamdır. Boyanama da çıxıb. Baxın elbəs. Bunu da qırım salataya vuraq. Dostlar, bunun Qarabağ zonasında çox gözəl, bilənlər bilir. Qarabağ zonasındakiler. Biz bundan dəm dolması deyirdik buna. Yalancı dolma pişirirdik. Bundan qatırdıq. Deməli, əsas buydu da, göyərti tərkibi. Çox gözəl dadlı olurdu. Zəncir otunun çiçəyidir. Nanələrin. Burada da gülləri, maşallah, qönçələri hamısı açacaqlar. Bu da qasırğada. Yarpaqların hamısının qasırğada töyükdür, külək. Bir yandan da çəyirtkə yedi. Amma tumurcaqlayıblar. Yaxşı ki, tumurcaqları düşməyib. Bu gülüm çox gözəldir. Açanda göstərəcəm sizə. Çox gözəl rəngi var. Bunun da çox gözəl rəngi var. İnşallah açarlar bunun nanələrin. Burada da payız güllərimdir, xrizantemlərim. Burada da dostlar görün necə gözəl rəngi var, necə çox qəşəng rəngi var, maşallah. Burada da papatyalarım açıb, üstü də doldu tumurcuqla, hələ açacaqlar. Full tumurcuqdadılar. İnşallah aç. Dostlar, səsimdən dolayı üzürlü sayın, burnumdan əməliyyat olmuşam. Ona görə səsim biraz o bir videoda baxdım, belə qısıq gəlirdi. Yəni öz səsim kimi gəlmir, əməliyyata görə belə çıxır. Bu da deyəsən tüfəng deyirlər bizə, sarı çiçək açır. Ondan da dəymirəm. Gülün yanında qəşəng görsənsə, xoşuma gəlir bunun çiçəyi. Orada da xrizantemlərim, lilyam. Burada da kaktusumdur. Bunu deyəsən külək, yağış o birsin çürütdü deyəsən. Başı çürümüşdü, onu kəsdim. Deyəsən o da çürüyüb, amma biri qaldı. Burada da nanə əkmişəm, amma hələ ki bir şey yoxdur, çıxmayıb. Bilmirəm niyə. Burada da dostlar vəzər əkmişəm. Bax, belə bir qaba, yerim yoxdur deyə. O yanında külək çox tutur. Ona görə əmələ gəlmir. Burada qoymuşam bağçanın düzü bu. Küləyi az tutan yerinə vəzəri. Bu nədir bilmirəm. Anlamadım toxumun içində nədir düşüb. Bunlar belə düşüblər. Vəzər əkmişəm, belə çıxıblar. İnşallah çox uzanarlar. İstilər düşməmiş. İsti düşən kimi bu vəzəri bilirsiniz də xarab olur, çiçəkləyir. İnşallah çıxar, biz də istifadə edərik. Burada da belə toxumlar əkmişəm. Burada bir çıxıb, bir ikisi çıxıb, burada da çıxıb, amma burada da elə bir var nəsə, amma bunda heç nə yoxdur. Bu da toxumlar yetişdirdiyim sardunyadır. Hələ çiçək açmayıb, rəngimi bilmirəm. Nəsə çox gec inkişaf elədi bu. Bilmirəm, qabı yek oldu. İstədim çıxardım, dəyişəm, sonra dedim dəyişərəm, xarab olar. Çünki 2 sənəsi var idi. Qabını dəyişdim, bilmirəm nədən oldu. Suyunu da az verirdim, xarab oldu. Deyəsən qönçələyir, bilmirəm, yoxsa yarpaqlayır. Burada da belə əkmişəm. Bu çıxıb, amma burada hələ deyəsən oradan yaşıl nəsə çıxır. Bu da budaqlardan əkdiyimdir. Bu da kalanşodur. Bu birisi də aşkın gözyaşı idi. Nəysə bu günə düşdü. Bilmirəm niyə belə olur bu çiçək. Burada da belə sarmaşıq gülümdür dostlar. Sarmaşıq gülümdür. Burada da qırtləcək gülümdür.
Burada da belə qızıl güllərimdir, sort qızıl güllərim. Bunlar niyə tumurcuğu yoxdur, mənə çatmadı. Hə, balaca var üstündə. Hər il bu ən birinci bunun tumurcuqları olardı. Nəsə bu il bunun tumurcuğu az oldu. Bunun tumurcuqları bu tərsinə oldu. Həmişə əvvəl o bu tumurcuqlayardı, sonra bu tumurcuqlayardı. İndi bu onu keçib, tərsinə olub. Burada da belə yenə hələ də üstündədir, baxın. Baxın belə, çox gözəldir. Neçə gündə açır, hələ də açır. Burada da belə sarmaşıqdır. Baxın, belə qəşəng rəngləri var. Gedək orada bir dənə zambağım açıb. Səhər-səhər gördüm, çox sevindim. Neçə gündə deyirdim, açsın, çəkim. Gedək onu da çəkim sizlər üçün. Baxın dostlar, necə gözəl rəngi var. Mor rəng. Bənövşəyi deyirik də biz buna, çox gözəl rəngdir. Mənə bəzən irad tuturlar ki, türk dilində danışırsan. Dostlar, türk də bizim millətimizdir, Türkiyə də bizim millətdir, eyni millətik. Yəni ki, bunun heç bir əsas odur ki, rus dilində danışmıram, ingilis dilində danışmıram, qardaş xalqın dilində. Bir millət, iki dövlət, ulu öndərimiz demişkən, bir millət, iki dövlət, yəni yad bir ölkə dilində danışmıram. Mənə gəlir ki, ola bilər ki, bəzən o qədər bu YouTube-da olmuşuq ki, kanallarda, yəni öyrəşmişik. Bəzi sözləri tam mən türk dilində danışmıram, ola bilər bəzi sözləri türkçə ifadə edirəm, onu da, yəni, ola bilər çaşıram, ifadə edirəm. Yəni, burada bir qəbahət görmürəm. Yəni, mən öz dilimə də çox hörmət edirəm. Yəni, bəzi bir izləyicim yazıb ki, Azərbaycan dilinə hörmət etmirsiniz. Xeyr, əksinə mən Azərbaycan dilinə ən çox hörmət edən insanlardan biriyəm. Çünki rus dilində, ingilis dilində insan danışanda əsəb keçirirəm. Həmişə etirazımı bildirmişəm ki, niyə öz dilimizdə danışmırsınız? Türk də mənə elə gəlir öz millətimizdir. Yəni, burada bir qəbahət bir şey yoxdur ki. Ola bilər çaşıram bəzən, yadımdan çıxır, unuduram sözləri. Türk dilində deməyə məcbur oluram. Yəni, türk dilində yadıma düşür, onu deyirəm. Bax, bu irisdir. İris də deyirlər, türklər də iris deyir buna. Eyni dildir, eyni dilimizdir. Zambaq. Çox gözəldir, dostlar. Yəni, o izləyiciyə də hörmətim var, amma başa o mənə baxırsa, izləyirsə, bilsin ki, mən öz dilimizə hörmət edən insanlardan demək olar ki, öndə gedənəm. Yəni, öz dilimizə həmişə hörmət eləmişəm. Burada da günün bahardır. Burada da belə sarmaşıq gölüdür. Belə. Burada da belə əmən kömənci. Burada da o qədər də dizilərə baxırıq. Məsəl üçün, indi yenə dizi dedim, seriallara bizim dildə. Türk seriallarına mən çox baxıram. Demək olar ki, oradakı sözləri istər-istəməz adam baxanda götürür, öyrənir. Adət halını alır. Kaktuslarımdır, əjdər meyvəsi. İnşallah bu il çiçək açar, meyvəsini görərik. 7 ildən sonra deyirlər dostlar, amma məncə 7 il olar ya, mən bunu əkmişəm, bəlkə də çox olar. Amma hələ ki bir meyvəsi yoxdur. Bu da belə papatyamdır. Bu nə rəng çıxacaq bilmirəm. Gülüm baxar, gülüm baxar. Bıdı 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 bıdı. Orada da gölün baharda, burada da necə gözəldir. Ana, nələr gözəl. Çox gözəldilər. Burada da lilyalarımdır, maşallah. Birazdan indi bunlar qəşəng tumurcuq qoyub açacaqlar. İnşallah onu da çəkəcəm. Burada da dostlar itibə içində. Burada da şeydir, qərənfil. Burada da üçünü almışdım dostlar. Onlar çıxmadı nəsə. Yəqin qurudular. Niyə qurudular başa düşmədim. Bir dənə bu qalıb. Bunlar dedim çıxacaqlar, baxdım çıxmır. Buradan da belə götürüm. Qarışqa da götürüb gedir. Həyətimiz hamısı qarışqadır. Baxın, düz gəlib özdə. Həm meşədə gəlib bağçanın düz içində yuva qurur. Bax, doludur. Bu da yol xətmi çıxacaq, indi böyüyəcək inşallah. Bu da zambaqlarımdır. Çox gözəldirlər, çox. Çıxacaqlar, böyüyəcəklər, rəngi gözəldir. Buradan da belə bir görüntü alım. Çok güzel rengi var. Bayılıram belə rəngə. Burada da dostlar vişnədir, yəni gilanar. Baxın, eləsi var mayalanıb.
bilmirəm, külək tökdü çiçəyin, çox çiçək açmışdı. Yəni çiçək açan ərəfədə qasırğa dediyim o qasırğa başladı. Elə bir qəsdinə durdu da. Baxın, hələ eləsi var çiçək açır, eləsi var öcə tutub. Baxın, eləsi var hələ çiçəkdədir. Eləsi var meyvədədir, eləsi var hələ indi çiçək açır. Bilmirəm, günəş düşür gözümə çəkə bilərəm yoxsa yox. Mayalanmanı yaxşı aparmadı, qasırğa vurdu, çox gətirmişdi. Vişnə çox gətirmişdi. Maşallah hər il yaxşı gətirirdi. Bu il heç yaxşı olmadı da. Düşdü qasırğaya, küləyə. Külək tökdü hamısını. Nə bilim, xeyirlisi hansı da Allah onu qismət eləsin yenə də. Allah təki can sağlığı versin. Övladlarımıza, özümüzə Allah hamımızı xoşbəxt eləsin. Və dostlar, orada da gilas ağacı əkmişəm. Sizə göstərmişdim məkanda. Yarpaqlayıblar. Burası yer dərdindən biraz gilası əkdim. Çox yaxın əkmişəm. Külək o yanı çox tutur, sizə demişəm. Torpağım çoxdur, amma ki külək tutan yerdir daha çox. Buranı biraz az tutur deyəm, burada əkmişəm. Belə yarpaqlayıb. Bu il təbii ki çiçəkləməyəcək. Yəqin ki inşallah gələn zada çiçəkləyər. Çox yaxın əkmişəm. Külək olanda bunun budaqları dəyir buna. İndi fikirləşirəm ki gələndə bu yandan hardan bu tərəflərdən bir yer. Orada da güllərim var. Yer düzəldib qıraqdan əkə bilərəm görəsən. Bu da gavalıdır. Onu da əkmişəm yeni. Burada da şeylər, zambaqlarım var. Adı yadımdan çıxdı. Belə çıxıblar. İkisi də oradan balalayıb. Bala verib bir dənə idi. 2 dənə idi. Üçüncüsü də oradan bala verib 2 yarpağı var. 5 yarpağı olanda deyir şey eləyir də. Bunun görək bu il 5 yarpağı olacaq. Keçən yarpaqladı. Məncə bu da açdı, amma bu açmadı. İnşallah bu il açar. Burada da belə boyanadı. Belə burada da güllər əkmişəm dostlar toxumdan. Burada çıxıb. Burada heç nə yoxdur. Burada heç nə. Amaralis, amaralis idi. Yadıma indi düşdü. Bayaq sizə göstərdiyim. Dostlar, burada da amaralis toxumu əkmişəm. Bilmirəm, onu bilənlər bilirsə yazsın. Amaralis toxumu nə qədər vaxta çıxır? Mən bir aydan artıq da bunu əkmişəm, hələ heç nə yoxdur. Keçən toxumdan götürmüşdüm. Dedim çox olsun da, dibçəklərdə də olsun. Amma hələ heç nə çıxmadı. Çıxmasa gərək yenidən əkəm. Toxum yenə varımdır. Burada da hələ ki heç nə yoxdur. Belə dostlar, bugünkü videomda bu qədər olsun. Xahiş edirəm videolarımı izləyin dostlar. Videolar çox zəifdir, izlənmə çox aşağıdır. Xahiş edirəm. Videolarımı izləyin, sona qədər izləyin, bəyəni yapın, yorum yapın, like atın, xahiş edirəm videolarıma. Sağ olun, sağlıqla qalın. Yeni videolarda görüşərik.